Ey Rəbbim, nə xəlvətdə səndən həya etmiş, nə də cəmaat arasında öz işlərimdə səndən qorxmuşam. Mən çox pis əməllərə sahib olan şəxsəm. Mən öz ağasına qarşı cürətlənən biriyəm. Mən göylərin qalibi olan Allaha üsyan edənəm. Mən uca Allaha qarşı olan günahlara mal xərcləyən şəxsəm. Mən günaha dəvət edildikdə ona qurşanmağa tələsən biriyəm. Mən o şəxsəm ki, tövbə üçün mənə möhlət verdiyin zaman günahlardan əl çəkmədim. Eyiblərimi örtdüyündə həya etmədim. Günah edərək həddi aşdım və sən məni öz nəzərindən saldın. Mən isə buna önəm vermədim. Öz səbrinlə mənə möhlət verdin və etdiyim çirkinliklərin üstünü elə örtdün ki, sanki mənim günahlarımdan xəbərsizsən. Günahlarımın cəzasından məni elə qorudun ki, sanki məndən utanıb həya etmisən.